Hər vaxtınız xeyir, əziz izləyicilər. Bu gün biz sizinlə böhran idarə etməsi mövzusunu davam edirik. Birinci görüşümüzdə dediyimiz kimi, bu gün biz sizinlə böhran idarə edilməsinin də psixoloji məqamları barədə danışacağıq. Birinci videomuzda da dediyimiz kimi, böhran insanlar üçün və insan qrupları üçün gözlənilməyən və onların həyatlarında dəyişikliyə gətirib çıxara bilən hadisələr deməkdir və böhranlar fərqli sahələrdə meydana çıxa bilər. Bu, həm təbii fəlakətlər ola bilər, həm iqtisadi tənəzzüllər ola bilər, xəstəliklər, pandemiyalar və s. və ilaxır belə hadisələr ola bilər və böhran psixologiyasına gəldikdə isə bu sahə insanların və insan qruplarının gözlənilməz situasiyalarda davranış modellərini öyrənən bir elm sahəsidir. Və hər bir böhran insan psixikasına təsir edərək panika, qorxu, təşviş və buna oxşar başqa cür reaksiyalar yarada bilir. Niyə görə bu mövzu idarə etmə nöqteyi nəzərindən vacibdir? Təcrübə göstərir ki, bir çox şirkətin müflisləşməsi və ya ki, vəziyyətinin gərginləşməsinin əsas səbəblərindən biri böhranlardır və böhranların qeyri-düzgün idarə olunmasındadır. Və böhranların qeyri-düzgün idarə olunması dedikdə isə biz rəhbərliyin, şirkət rəhbərliyinin məhz böhran anında özünün və əməkdaşlarının, personalın psixoloji vəziyyətini, onlarda böhranın yarada biləcək reaksiyalarını düzgün qiymətləndirilməməsi səbəbindən baş verir. Bu baxımdan böhran idarə edilməsi barədə danışanda biz mütləq şəkildə şirkət rəhbərləri həm özlərinin birbaşa, eyni zamanda personalın belə hal baş verərsə kim hansı reaksiyanı göstərə bilər və bu reaksiyalarının qarşısını almaq üçün hansı addımların atılması məqsədə uyğundur. Bu barədə onlar bilgilərə malik olmalıdırlar və bu bilgilərə də malik olandan sonra əlbəttə ki, bu situasiyalara da hazır olmaları vacibdir. Beləliklə, böhran psixologiyasında əsas diqqət insanların stres vəziyyətində, yəni böhranın yaratdığı stres vəziyyətində onların düşdüyü təşviş, qorxu və panika hissləridir və böhran psixologiyasında əsas diqqət insanların stressə və təhlükəyə qarşı reaksiyaları öyrənilir. Araşdırmalara görə böhran baş verdiyi zaman insanlarda əsas bir neçə davranış modelləri müşahidə olunur. Birinci model bu qaçmaq və döyüşmək modelidir. Bu modelə uyğun olaraq insan psixikası təhlükə qarşısında ya mübarizə aparmaq istəyir, mübarizə aparmağa yönəlir və ya təhlükə yerindən uzaqlaşmağa can atır. Bu stres halı insanlarda hormonların, yəni adrenalin və kortizolun artması ilə müşahidə olunur. Bu hal tək insanlarda yox, heyvanlarda da müşahidə olunur. Onlar da təhlükə halında ya qaçmağa üstünlük verirlər və ya ki, öz canını qurtarmaq üçün mübarizəyə girişirlər. İkinci model, bunu biz öz davranışımızda da müşahidə edə bilərik. Hər hansı bir yeni bir məlumat gələrsə və bu məlumat bizim üçün gözlənilməz bir məlumatdırsa və ya hadisədirsə, biz ilk olaraq beynimiz bunu qəbul etmək istəmir və bunu inkar edir. Buna şok və ya inkar modeli deyirlər. Bu əsasən insanlarda olur. Lakin bu həmçinin onu deyir ki, bu həmçinin onu deməyə əsas verir ki, həm idarə etmənin özündə də şirkət rəhbərləri və ümumiyyətlə personal da hər hansı bir böhran vəziyyəti yaranarsa, bununla bağlı olaraq hər hansı bir məlumat verilərsə, onlar da ilkin mərhələdə şok və ya ki, inkar davranışına üstünlük verirlər. Növbəti model bu panika və ya çaşqınlıq modelidir. İnsanlar artıq
böhranın qaçılmaz olduğunu görəndən sonra onlar panikaya düşürlər və nə etmələrini bilmirlər. Yəni onlar çıxılmaz vəziyyətdə qalırlar və edəcəklərini bilmədiklərinə görə bir çox hallarda səhvlər də törədə bilərlər. İdarə etməyə gəldikdə, şirkətlərə gəldikdə burada həm rəhbər işçilər və eyni zamanda əməkdaşlar da əgər belə bir hal baş verərsə, onlar da panikaya düşdüklərinə görə bir çox səhvlər edə bilər, hansı ki, son nəticədə böhranın daha da dərinləşməsinə və şirkətin sonuna yetirib çıxara bilər. Növbəti davranış modeli, bu model artıq böhranı qəbul edən insanlarda müşahidə olunur. Bu sosial həmrəylik və bir-birinə dəstək modelidir. İnsanlar artıq hamının, necə deyərlər, eyni qayğıda olduğunu başa düşərək çalışırlar ki, bir-birinə kömək etsinlər və bu böhrandan, bu düşdükləri vəziyyətdən birlikdə xilas olsunlar. Bütün bu davranış modellərini rəhbər işçilər də bilməlidirlər və bundan başqa da onlar öz personalının da psixotiplərini öyrənməlidir ki, böhran zamanı kimdən necə istifadə edə bilsin və ya ki, personalda, kollektivdə yarana biləcək psixoloji diskomfortu necə aradan qaldırsın. Və eyni zamanda da rəhbər işçi özünün də psixotipini yaxşı bilməlidir. Bunun üçün o psixoloqlarla işləməlidir və ya böhran zamanı psixoloji vəziyyətin qiymətləndirilməsi ilə məşğul olan, onların proqnozlaşdırılmasını həyata keçirən konsalting şirkətlərinə müraciət edərək həm də ki, öz psixotipini, öz mümkün psixoloji davranışı barədə bilgilər əldə etməsi olduqca vacibdir. Toxunmaq istədiyimiz növbəti məsələ bu böhranların insanların davranışına necə təsir etməsidir və ya ki, böhranlar insanların düşüncə tərzini necə dəyişir. Ondan başlayaq ki, hər hansı bir böhran zamanı insanlar daha ehtiyatlı olmağa çalışırlar, onlar artıq hərəkət etməkdən çəkinirlər və hətta bir çox hallarda onlar kiçik problemi də böyütməyə və buna uyğun hərəkət etməyə meyillidirlər. İkinci məqam, böhran insanlara qərar verməkdə çətinliklər yaradır. Stres altında olan beyin qərar verməkdə çətinlik çəkir və belə olan hallarda insanın impulsiv qərarlar vermə ehtimalı həddən artıq çoxalır. Növbəti məqam, böhranlar zamanı insanlarda informasiya toplamaq ehtiyacı artır. Onlar böhranla bağlı, vəziyyətlə bağlı çoxsaylı informasiyalar toplamağa çalışırlar. Lakin burada bir məqamı qeyd etmək lazımdır ki, əksər hallarda insanlar qeyri-dəqiq, fake məlumatları daha üstün tuturlar, onlara inanmaq istəyirlər və onlara daha çox inanırlar. Böhranın insan düşüncəsinə növbəti təsiri insanda emosional təsirlər güclənir. Bu nə deməkdir? Qorxu, ümidsizlik, motivasiya hissləri həddən artıq artır və insanların davranışına birbaşa təsir göstərir. Gördüyünüz kimi, bütün bu modellər və insan beynində yaranan dəyişikliklər böhranın necə aradan qaldırılması baxımından olduqca vacibdirlər. Yəni, bunları əvvəlcədən bilmək, bunları əvvəlcədən proqnozlaşdırmaq və bunlara hazır olmaq böhrana daha yüngül keçirməyə kömək edə bilər. Böhranlarla mübarizə aparmağın bir neçə psixoloji və idarəetmə strategiyaları mövcuddur. Birinci strategiya,
böhranı tez bir zamanda qəbul etmək, bu idarə edənə və kollektivə tez bir zamanda böhrana uyğunlaşmağa və eyni zamanda böhran zamanı düzgün qərarlar verməyə və bununla da böhranın təsirlərini azaltmağa kömək edir. İkinci strategiya bu emosional dayanıqlığın artırılmasına yönələn texnikalardır. Siz özünüz də bu barədə çox eşitmisiniz. Məsələn, stres zamanı nəfəs almaq texnikalarıdır. Bunlardan istifadə etmək lazımdır. Meditasiya və eyni zamanda idman kimi üsullardan istifadə edilir. Bütün bunlar stres və panikaya qarşı effektiv təsir mexanizmləridir, texnikalarıdır. Növbəti məqam bu informasiyanın düzgün tapılması və idarə olunmasıdır. Bayaq qeyd etdiyimiz kimi, böhran zamanı insanlar daha çox informasiya əldə etməyə çalışırlar və əlbəttə ki, çox informasiya içərisində yalan, təxribat xarakterli və fake məlumatlar da olur və böhran zamanı insan psixikası da daha çox bu kimi informasiyalara inanmağa üstünlük verir. Buna görə də informasiyanın düzgün mənbələrdən seçilməsi və onlardan istifadə edilməsi böhran zamanı olduqca vacib məqamlardan biridir. Növbəti vacib istiqamət və bu da böhran zamanı planlı və düşünülmüş addımların atılmasıdır. Qeyd etdiyim kimi, böhran insanlarda stres, panika, qorxu yaradır. Ya mübarizə aparmaq, ya da qaçmaq kimi variantlar onun qarşısında qoyur və impulsiv qərarlar vermək ehtimalını artırır. Bu səbəbdən də böhranların idarə edilməsi, bu sahə əvvəlcədən böhranlarla bağlı müxtəlif ssenarilər hazırlayır. Bu da böhran baş verdiyi anda daha düzgün qərarların, yəni əvvəlcədən planlaşdırılmış, əvvəlcədən hesablanmış qərarların qəbul edilməsinə yardım edir, kömək edir. Eyni zamanda kollektiv də belə ssenarilərə hazır olduğuna görə şirkət böhranlar zamanı daha rahat fəaliyyət göstərməyə və böhranla mübarizə aparmağa qadir olur. Növbəti vacib məsələ bu sosial dəstək məsələsidir və komanda işi məsələsidir. Böhran zamanı şirkət rəhbəri çalışmalıdır ki, personalı tək qalmasın. Onlar komandadan dəstəyi görməlidirlər və bu böhrandan birlikdə çıxa bilmələri üçün səfərbər olunmalıdırlar. Bu, həmçinin onlara psixoloji dəstək baxımından olduqca vacibdir. Növbəti vacib məqam adaptasiya olunmaq bacarığıdır, vərdişləridir. Bu o deməkdir ki, personal və rəhbərlik özü və personalı düşdükləri vəziyyətlərə tez bir zamanda adaptasiya olmaq vərdişlərini əldə etməlidirlər. Bu, böhran yarandığı zaman kollektivin hazırlıqlı olmasına, yaranmış vəziyyətə daha tez uyğunlaşmasına şərait yaradır. Buna nail olmaq üçünsə, yenə dediyim kimi, böhran vəziyyətlərinə əvvəlcədən hazırlaşmaq, həm ssenarilərin hazırlanması və eyni zamanda əvvəl də qeyd etdiyim kimi, rəhbərliyin və personalın özünü müəyyən psixoloji testlərdən keçirilməsi və onlar üçün buna uyğun olaraq müxtəlif adaptasiya təlimlərinin keçirilməsidir. Böhran psixologiyası yalnız fərdi səviyyədə deyil, eyni zamanda siyasi və ictimai mühitdə də mühüm rol oynayır. Siyasi liderlər böhran zamanı əhalinin psixoloji vəziyyətini nəzərə alaraq, buna uyğun olaraq xüsusi kommunikasiya strategiyaları işləyib hazırlamalıdırlar. Cəmiyyətin reaksiyasını düzgün istiqamətləndirmək üçün müxtəlif psixoloji təsir vasitələrindən dövlət səviyyəsində istifadə olunur.
və əlbəttə ki, biznes strukturları əvvəlcədən böhranlara hazır olmaqla brendlərinin təhlükəsizliyini qorumağa çalışırlar. Beləliklə, böhran psixologiyası insanların düşdükləri çətin vəziyyətlərdə necə düşündüklərini, necə hərəkət etdiklərini, necə qərar verdiklərini öyrənməyə kömək edir. Doğru psixoloji və idarə etmə yanaşmaları olarsa, böhran zamanı şirkət daha az ziyan görür və onu daha tez və ağrısız keçə bilir. Böhran baş verdikdə rəhbərin psixoloji dayanıqlığı olduqca vacib məqamlardan biridir. Rəhbərlər özləri əvvəlcədən böhranlara hazır olmalıdır. Böhran dedikdə tək hansısa iqtisadi, maliyyə böhranı yox və eyni zamanda qeyri-adi hadisələri də nəzərdə tuturam. Məsələn, şirkət 16 mərtəbəli yeni tikilinin 15-ci mərtəbəsində yerləşir və bu zaman binada yanğın başlayır. Belə olan halda rəhbərin davranışından, onun özünü necə aparmasından, onun psixoloji vəziyyətindən personalın da özünü necə aparması asılı olacaq. Əgər rəhbər özü panikaya düşüb qaçmağa çalışacaqsa, personal da onun davranışına uyğun davranış sərgiləyəcək. Belə olan halda rəhbər mütləq şəkildə soyuqqanlılığını nümayiş etdirməlidir. İnsanları sakitləşdirməyə çalışmalıdır. Çünki insanlar, kollektiv rəhbərə etibar edir, ona inanmağa vərdiş edib və belə olan halda onun dediyi hər bir söz kollektivin də sakitləşməsinə və panikasız, təşvişdən kənar qərar verməyə kömək edəcək. Ona görə də rəhbər işçinin böhran zamanı davranışı olduqca vacibdir və bu da o deməkdir ki, rəhbər işçi əvvəlcədən özünü müxtəlif cür hadisələrə hazır etməlidir. Bugünlük bu qədər. Böhran psixologiyası barədə əsas istiqamətlər dediklərimdən ibarət idi. Mənim üçün çox maraqlı olardı ki, mənim dinləyicilərim özləri çalışdıqları yerdə böhran zamanı hansı psixoloji davranış modellərini müşahidə ediblər və ya ki, böhran zamanı onlar özləri hansı hisslər keçiriblər, hansı psixoloji vəziyyətə düşüblər, bu barədə fikirlərini bölüşməyi təklif edirəm şərhlər bölməsində. Bugünlük bu qədər. Bir daha diqqətinizə görə təşəkkür edirəm. Mövzu ilə bağlı suallarınız olarsa şərhlərdə qeyd edin və eyni zamanda videonu bəyənib paylaşmağı da unutmayın. Çox sağ olun. Bir daha diqqətinizə görə təşəkkür edirəm.